İmam Hüseyin Aleyhisselam'ın qəbrin neçə dəfə söküblər. Mütəvəkkil öz nümayəndəsini göndərdi. O zonada qazı təyin etmişdi. Dedi, get o qazının yanına, onun nəzarəti ilə Hüseyin ibn Əlinin qəbrin sök, yerindən yeksan eləcək. Gəldi qazının yanına, qazı dedi, sən bu işi eləməlisən, bir təklifdə mən verirəm. O nədir? Dedi, sən oranı yerinə yeksan eləyəndən sonra oranı belləyərsən, su verərsən, orada tum əkərsən, nəsə çıxsın. Yəni itsin, bassın bu qəbir. İtdi, baxdı, itməyəcək. Mütəvəkkil özünü öldürsə də o itməyəcək. 100 dəfə sökələr onu itməyəcək. O qərələr, o səslər, o Hüseynin vay səsi, o Kərbəlanın aşıqi, ziyarəti, ərbəyini yaddan çıxmayacaq. Yəzid elə bildi, İraq çölündə tanınmamış bir yer Kərbəla adında Hüseyni aparıb orada qanın töksə, itər batar. Amma o qan orada qiyamət elər. O qan məxsusidir pərverdigara. Qarışmaz xakizarəri gizarə. O qan getdi hüzur kirdiqarə. Asıldı ərşidən çün quşibarə. O qan məhşərdə eylər inqilabi. İtdi baxdı, indi sünni, şiə, qeyri-müsəlman, Avropa dövlətin ölkələrindən, Amerika ölkələrindən cəmaat tökülüb ayağla, ayaqqabısız, maşınsız, hər bir vəsiləsiz aşıqanə gedir Hüseynin qəbrinə ziyarət eləyə. Adəm Peyğəmbər yaranandan büyünəcən elənti bir toplantı tarix özünə görmür. 30 milyona yaxın, 20 milyondan çox insan. Özdə bir var ki, samalyotla hamı gələ tökülə, yox, ayaqla gedir 100 kilometr, bəzisi 200 kilometr gedirlər. Cəmaat neynir? Cəmaat da bir il deyir, pulumuzu yığırıq, 10 gün səfər ayında, ərbəyində qapımızı açaq, Hüseynin züvvarı bizim də evimizə gəlsin. Bir il deyir, pulumuzu yığırıq, bizim də evimizə Hüseynin züvvarının qədəmləri dəysin. Bizim dostlar deyirdi, bizi apardılar evlərinə. Çay verdilər, çörək verdilər, o adlı şeydir. Deyir, ləyən gətdilər, qoydular, dedilər, ayaqlarınızı qoyun bu ləyənin içində, su tökün, mən sizin ayaqlarınızı yuyum. Çünki siz Hüseyn züvvarız, o itməyəcək. Heç imam, yəni Hüseyndən başqa heç imamın, Peyğəmbərin qırxı yoxdur. Eşidibsiz Peyğəmbərə qırx tutala? Eşidibsiz Əli əleyhissalam Hüseynin atasıdır, qırx tutala? Xanım Fatimə-i Zəhraya qırx eşidibsiz? Yoxdur. Hədisdə də yoxdur, tarixdə də yoxdur, imamların tövsiyəsində də yoxdur. Niyə yoxdur? Yeganə insan ki onun qırxı tutulur, qeyd olur, hədis var, sənəd var, sübut var, kök var İslamda, İmam Hüseyin ağanın qırxıdır. Niyə görə? Kim bilir niyə? Yalnız Hüseynə Allah izni verib qırx tutulsun. Çünki Hüseyndən başqa heç kimin aşurası yox. Allah Hüseynin vasitəsilə aşuranı yaradıb, İslamı saxlaya, ərbəyini də yaradıb, aşuranı saxlaya. Əgər ərbəyin olmasaydı, aşura yaddan çıxardı. Get gəl, get gəl, get gəl.
Cabir ibn Abdullah Ənsari birinci züvvar İmam-ı Baqir əleyhissalamı da ziyarət eləyib, Peyğəmbərin sahabəsi, gözləri kördür, görmür. Ətiyyə şagirdidir, deyir getdim, Fəradda qusl elədi. Paltarların geydi, ətirlərin vurdu, gəldi, dedi Ətiyyə, mənim əllərimi qoy Hüseynin qəbrinin üstünə. Özü görür, deyir əllərin gətirdim, qoydum Hüseynin qəbrinin üstünə. Ondan deyir səslədi, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. Səs gəlmədi. Dedi Hüseyin, onlar dost-dostu çağıra, amma cavab eşitmiyor. Özü-özünə cavab verdi, dedi baş bədəndən ayrılıb, sən istəyirsən o cavab verə. Ətiyyə, bir səs gəlir. Ətiyyə baxdı, dedi bir karivan gəlir. Kimin karivanıdır? Gözlədilər, gözlədilər, tibqi nəql. Gözlədilər, gördülər. Aşuranın sabahısı, Kərbəladan çıxan karivan, gedib indi Kufəni, Şami gəzib, gəlib Hüseynin qırxına. Yetişib Hüseynə qırx saxlamağa. Bunlar gələr, o qədər gələrlər, gedələr, ta o qəbir yaddansın. Gəl get ərbəyini saxlayır. Bu 7 milyon insanlar ərbəyini saxlaya biliblər. Ərbəyin Aşuranı saxlayıb, Aşura İslamı saxlayıb. Yer kürəsində hər kəs Allaha səcdə eləyir, Hüseynə minnətdardır. Əgər olmasaydı Hüseynin Aşurası, onların heç birisi yox. Və bu məclisdə o Hüseynin və Ərbəyinin bərəkətlərinin biridir. Allah bu bərəkəti əlimizdən almasın. Amin. Pərverdigara amin deyən dilləri lal öldürmə.